Yəqin ki, metropoliten rəhbəri Tağı Əhmədovla bağlı ölkədə sorğu keçirilsəydi, o mətbuatın düşməni sayılardı. Azərbaycan jurnalistlərinə nümayiş etdirdiyi münasibəti ilə o bütün rekordları qırıb. Tağı Əhmədov peşə fəaliyyəti ilə əlaqədar olaraq yerin altında daha çox vaxt keçirir. Görünür, yerin üstündəki mədəniyyət normaları ilə yerin altındakı normalar arasında böyük fərq var. Sizi bilmirəm, mən daima dediyim bir şey var ki, bütün jurnalistlərdən xahiş edirəm, verdikləri sualı başa düşürtürsünlər. Mən sizə dedim, mən icraçıyam. Mənə bugün orada desələr sizin şəklinizi qoyum, onu qoyacağım. Ayrı bir məsələ var. Tağı Əhmədovun bu tərzdə danışması birinci hal deyil. Təxminən bir neçə gün bundan əvvəl də o Ənisin əməkdaşının sualını kobudluqla qarşılamışdı. Necə deyərlər, Tağı müəllim əsl centlmen kimi davranmışdı. Onda biz abrımızı gözlədik ki, bu məsələni çox da qabartmayaq. Həm də Tağı müəllimə fürsət verdi ki, bəlkə öz səhvini düzəldə. Amma görünür ki, metropoliten rəisi bundan nəticə çıxarmadı. O, sanki elə də lazımmış kimi bu dəfə də öz qabalığını göstərdi. Hansı ki, bu onun tərzi. Bəlkə də həyat tərzini deyə bilmərik, amma bizim tərzimiz deyil. Bunu Tağı Əhmədov da yaxşı bilir. Tağı müəllimin davranışlarını özündə əks etdirən çoxlu məsələlər var ki, bunu tək biz yox, bütün mətbuat və deməli onların sayəsində elə el-aləm də bilir. Məsələn, baxın, bu ifadələr hamısı Tağı müəllimin leksikonundandır. Borcum yoxdur sana, sen buradan cızıldıysan mı buradan? Ben şəxsən belə sürüş edildim 28 Mayıs'ta. Çox düz eləyəcəkdim sürüşməyi. Orada bu dəqiqə çox xahiş edirəm. Burada sürüşsəydin yaxşı olardı. Sənin mağazinin var, orada nəsə satmağı özünün ixtiyarındadır. Bu da mənim ixtiyarımdan. O ayrı-seçkilik niyə olur? Qoymuram, icazə verir. Konkret dedim da, buna da bir borc tutmağı var. Konkret sana derim ki, qoymuram, vəssalam. Hər halda Tağı müəllim həqiqətləri deyir. O metropolitenlə öz mülkü kimi davranır. İstədiyinə icazə verir, istəmədiyinə isə yox. Tağı Əhmədov bəlkə də fərqində deyil ki, o lüğətimizə burcutma filan kimi ifadələri ilə yeni sözlər gətirib. Amma etiraf edək ki, bu bir qrup rəhbərlə yarışan danışıq tərzi deyil. Ədəbi dil deyilən bir məfhuda var ki, onu da qəzet və kitablardan öyrənmək olar. Maraqlıdır ki, iynədən tutmuş üsküyə, alt paltarından tutmuş muncuğa qədər hər şeyin satıldığı metro stansiyalarında qəzet və kitabın satışına yasaq var. Bu yasağı isə metropoliten rəisi ona verilən göstərişlə əlaqələndirir. Maraqlıdır ki, Tağı müəllimə heç kim belə bir göstəriş də verməyib. Hər halda bu yasaq götürülsə, bəlkə Tağı müəllimin adı üzərindən bəzi ləqəblər də götürürlər. Biz buna ümid edirik. Burada deyərlər ki, şərhə ehtiyac yoxdur.